Uşaqlar, gəlin sizlərlə bugün 1.2 Landau quizindəki suallarımıza baxaq. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, iki disk qarşılı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin dövrətmə tezliyi n olarsa, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Uşaqlar, bizə deyir ki, iki disk qayışla bir-birinə bağlanıb. Qayışla bir-birinə bağlananlara baxaq görək hansıdır? Biri 3'dür təbii ki, biri də baxıram ki, ona bağlanan qayışdan hansıymış? İkinciymiş. İndi məsələnin şərtində nə deyir bizə? Birin tezliyi n olarsa, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Birincisi, qarşılı ötürmədə tezlik dəyişirdimi? Təbii ki, dəyişirdi. Necə dəyişirdi uşaqlar? Radiusdan tərs asılı olaraq məndən 3 nöqtəsinin tezliyini istəyir. Onda n3 dedi ki, 3'ə qayışla bağlanan hansıydı? 2. Deməli, n3 bölünsün n2 bərabərdir. Artıq radiusu tərs asılı olaraq dəyişir qeyd edilirsə, olacaq nə? r2 bölünsün r3'ə. Uşaqlar, baxıram burada. Məsələnin şərti də bizə demişdi ki, birin tezliyi n-dir. Biz bilirik ki, 1 və 2 çevrəsi bir ox ətrafında fırlanan diskdir. Bir ox ətrafında fırlanan diskdə də biz nə qeyd etmişdik? Tezlik sabitdir, dəyişmir. Yəni, 1 hansı qiymətə malikdirsə, 2 də həmin qiymətə malikdir. Birin tezliyini bizə nə vermişdi? N vermişdi. Təbii ki, 2 deyilə 1 n-ə bərabər olacaq. Yəni, gətirib yerinə qoyaq. n3'ü tapmalıyam. n2 1 n-dim. Mötərəzədə verilən radiuslarımıza baxaq. Birincinin və üçüncünün radiusu 1 r idi yazdıq. İkincininki isə 2 r idi. R-lər getdi və buradan tapdıq ki, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabər imiş? 2 n. Yəni cavabımız nə olacaq? D variantı. İndi gəlin baxaq ikinci sualımıza. Nə deyir bizə? Deyir ki, maddi nöqtə 30 santim radiuslu çevrə üzrə hərəkət edir. 4/3 t müddətində nöqtənin getdiyi yolun yer dəyişməsinə olan nisbətini hesablayın. Uşaqlar, biz dedik ki, istənilən zaman anı üçün yolu hesablayanda nə edirsiniz? Həmişə 2 p-yə vurursunuz. Baxın, bizə verib zamanı neçə? 4/3. Onda 4/3 vurulsun 2 p-yə. 2'lər ixtisar getdi. Qaldı burada nə? 3 pi bölünsün 2. Deməli, 4/3 zaman anında bizim yolumuz nəyə bərabər imiş? 3 pi bölü 2. Yer dəyişmə nəyə bərabərdir? Yer dəyişməni Pifagora görə tapa bilərsiniz. İndi qeyd etdiyim kimi artıq konkret hesablamalardan irəliləyək. Yer dəyişməmiz də 4/3-də, 4'də 1-də nə idi? R kökdə 2. Bizdən istədiyi nədir məsələnin şərtində? Getdiyi yolun yer dəyişməsinə olan nisbəti. L bölünsün S. Bir digər tərəfdən uşaqlar, p-nin də qiymətini verib mötərəzədə 3, gəlin bunu yazaq. 9 deməli. Radiusu verib neçə? Radiusumuz da 30 santimdir. Deməli, 30 santimi da metrə çevirəndə 0,3 bölünsün 2 bu şəkildə yazdıq. İndi deməli, baxıram burada, bu 9, bu 2 ixtisar getdi. Radiusu qoymalıyam, pi-ni qoymalı deyiləm. Yox, daha doğrusu heç radiusu qoymamıza ehtiyac yoxdur, ixtisar gedəcək. Elə pi-ni qoysaq kifayətdir. Deməli, 9r bölünsün 2. Gətirib yazaq. Yolu nə tapdıq? 9r bölünsün 2. 2 dənə kəsr ola bilməz, düşəcək məxrəcə. Yer dəyişməmiz nə idi? R kökdə 2. Bunda R kökdə 2-ni yazdım. Bu r-lər getdi uşaqlar. Qaldı cavabımız nə? 9 bölünsün 2 kökdə 2. O da hansı variantı verilib bizim üçün? Onu da bizə B variantında qeyd edib. Keçək baxaq 3-cü sualımıza. 3-cü sualda nə deyir? Deyir ki, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A nöqtəsinin hansı nöqtəyə nəzərən sürəti ən kiçikdir? Uşaqlar, bu tip məsələlərdə biz bir qeyd demişdik. Ümumiyyətlə, məsələnin şərtini görürsünüz, nə söz var? Nəzərən. Məsələnin şərtini nəzərən, görən, nisbət, bu kimi sözlər varsa, nisbi sözləri varsa, həmişə nəyə baxacaqsınız? Nisbi sürətə. Nisbi sürətlə bağlı məsələlərdə də, bu tip məsələlərdə də hansı nöqtəyə nəzərən ən kiçik qiymət alıb, hansına nəzərən ən böyük qiymət alıb, qısa konkret qeydimiz var idi. Özünə ən yaxın, ən kiçikdir, özündən ən uzaq, ən böyükdür. İndi A nöqtəsinin hansı qiymətini istəyir? Ən kiçik. Dedi, ən kiçik hansıdır? Özünə ən yaxın. O da harada verilib gördüyünüz kimi, bizim üçün A variantında. İndi 3'də də cavabımız oldu A. Keçək baxaq 4-cü sualımıza. 4-cü sualda nə deyir uşaqlar? Deyir ki, açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Əyri xətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılan, təbii ki, çevrə üzrə hərəkətdir. Əyri xətli hərəkətin ən sadə növü çevrə üzrə hərəkət idi. Çevrə üzrə hərəkətdə maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zaman period idi. Bir tam dövrə sərf olunan zaman perioddur. Vahid zamandakı dövrlərin sayısı təbii ki, nə idi? Tezlik idi. İndi maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətini xarakterizə edir. Xətti sürət, bir də bucaq sürəti 2-1, 1-2 fərqi yoxdur. İndi baxaq görə cavablardan hansını verib? 5, 4, 3, elə 1-2 verib. Ona görə A variantı götürək, yerini dəyişək. Əhəmiyyət kəsb eləmir.
İstəyirsiniz 2, 1, istəyirsiniz 1, 2, onsuz da baxılmışıq. 5, 4, 3-dən sonra bir dənə uyğun variant verilib, o da A-dadır. İndi gəlin keçək baxaq uşaqlar. Burada gəlir bizim hansı sualımız? 5-ci sualımız. Görək 5-ci sualda nə deyir bizə? Deyir ki, O nöqtəsinə keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı fiziki kəmiyyətlərin qiymətləri fərqlidir? Yəni, fərqlidir nə deməkdir? Dəyişir. Uşaqlar, bu nədir? Mərkəzdən keçən ox ətrafında fırlanan diskdir. Mərkəzdən keçən ox ətrafında fırlanan diskdə biz demişdik ki, tezlik, period, dövrlərin sayı, bucaq sürəti, dönmə bucağı. Bu kəmiyyətlər sabitdir. Amma sürət, təcil, yol, radiusdan düz asılı olaraq nə edirdilər? Dəyişirdilər. İndi məndən istədiyi nədir? Fərqlidir. Yəni, dəyişənlər istəyir. Dəyişən dediyi nədir? Sürətdir. Dəyişən dediyi nədir? Təcildir. Yəni, birincini götürəcəm. Bir də bizə nəyi verib? Yolu verib. Sürəti vermədiyi üçün ilə nəyi götürürük? 1, 5, yol və təcil. 2, 3, 4 sabit qalır uşaqlar. Sabitlərin arasında qeyd etmişik bu kəmiyyətləri biz. İndi keçək baxaq. Burada gəlir bizim hansı sualımız? 6-cı sualımız. 6-cı sualda nə deyir uşaqlar? Deyir ki, velosipedçi sürəti 18 km/saat, təkərin də tezliyi 3 saniyə üstü -1-dir. Təkərin kənar nöqtələrinin mərkəzə qaçma təcilini hesablayın. Baxıram ki, uşaqlar bizə nə verib? Sürət. Dərhal onu çevirəm metr/saniyəyə. Kilometr/saatdan metr/saniyə keçidimiz nə idi? 18-də 5-ə vururduq. Onda mənə verilən sürət 5 metr/saniyədir. Bir digər tərəfdən tezliyi verib nə? 3 saniyə üstü -1. Və məndən nə istəyir? Təcili. Uşaqlar, biz demişdik ki, təcilin düsturları, əsas özəy düsturları nə idi? A bərabərdir V kvadratı böl R. Daha sonra A bərabər idi omega kvadratı R. Bir də A bərabər idi omega V. İndi baxıram ki, mənə məsələnin şərtində radius verib, xeyr, verməyib. Bunda bizim üçün sərf edən düstur, baxın, hansı olacaq? A bərabərdir omega V. Omeganın yerinə tezlik dediyi üçün 2πn əvəzləməsi aparacam. Bunda oldu nə? A bərabərdir 2πn V. Gətirib bütün qiymətləri yerinə qoyaq. 2 vurulsun, pi'miz 3'dür. Sürəti hesablayıb neçə tapdıq? 5 tapdıq. Tezliyi vermişdi neçə məsələnin şərtində? 3. Deməli, 2-ni 5-ə 10, onu da 9-a vuranda elədi neçə? 90 metr/saniyə kvadrat. Yəni, mənim təcilimin elə qiyməti nəyə bərabər imiş? 90 metr/saniyə kvadratına. İndi gəlin keçək 7-ci sualımıza baxaq. 7-ci sualda nə deyir bizə? Deyir ki, O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki nöqtələr arasında məsafə OB bərabərdir 3OA-dır. Yəni, OB məsafəsinin radiusu OA məsafəsinin radiusundan 3 dəfə böyükdür. Bax, yazıram elə. RB bərabərdir nəyə? 3RA-ya. İndi keçək. Məsələnin şərtində bizdən istədiyi nədir uşaqlar? Deyir ki, bu nöqtələrin xətti sürətləri və periodları arasında hansı münasibət doğrudur? Biz dedik axı, mərkəzdən keçən ox ətrafında fırlanan diskdə bayaq qeyd eləmişdim. Baxın, hansı sualımız idi? 5-ci sual. Period dəyişirdimi? Xeyr, qətiyyən sabit idi. Sabitdirsə, dəyişmirsə, biz onu müqayisə edə bilərikmi? Mümkün deyil. Ona görə periodlar nədir? Bərabər. Bir digər tərəfdən sürət dəyişirdimi? Bəli, dəyişirdi. Necə dəyişirdi? Radiusdan düz asılı olaraq. Yəni, radiusu böyük olanın sürəti böyük, radiusu kiçik olanın sürəti kiçikdir. Radius üçün hansı münasibəti yazmışıq? RB bərabərdir 3RA-ya. Sürət də həmin qanunla dəyişəcək. VB bərabərdir nəyə? 3VA-ya. Onu da baxın görüm, harada verib bizim üçün? İkincidir. Yəni, doğru cavabımız 1, 2-dir. Bir də olacaq nə? 4. Uşaqlar, situasiyaya baxaq. Situasiyada nə deyir bizə? Deyir ki, dövrətmə periodu 2 saniyə olan A diski göstərilən istiqamətdə 4 tam dövr edir. İndi 8-ci sualda qeyd edir ki, B diski hansı istiqamətdə və neçə dövr etmiş olar? Gəlin diqqətlə baxaq indi burada. Baxıram ki, uşaqlar, A diski bu tərəfdədir. Elə deyil, solda. B diski isə sağda olan çevrəmizdədir. Ümumiyyətlə, A ilə qayışla bağlanan hansıdır? C diskidir. Ona görə mən birinci A ilə qayışla bağlanan hansıdırsa, əlaqələndirilən hansıdırsa ona baxmalıyım. Deməli, yeni qeyd edirəm, A diski ilə qayışla bağlanan hansıdır? Diqqət edirik. Baxırıq ki, C diskidir. İndi məsələnin şərtini bir dənə təzən oxuyaq görək bizdən nə istəyir? Deyir ki, B diski hansı istiqamətdə və neçə dövr etmiş olar? İndi baxıram, yaxşı. B diski ilə də C diski bir ox ətrafında fırlanan diskdə təbii ki, elə deyilmi? Və biz də qeyd etmişdik ki, bir ox ətrafında fırlanan diskdə həmişə dövrlərin sayı nədir? Eynidir. Yəni, C üçün hansı qiyməti alacamsa, təbii ki, B üçün də həmin qiymət ödəniləcək. Ona görə gəlin biz qayışla bağlananlardan artıq A məlumdur. C-ni tapaq naməlumu. Ondan sonra da C üçün hansı qiyməti alıramsa, təbii ki, B üçün də həmin qiymət olacaq. İndi deməli, qayışlı ötürmədə biz bilirik ki, dövrlərin sayı nə edir? Dəyişir.
Necə asılı olaraq dəyişir? Radiusdan tərs asılı olaraq dəyişir. LA bölünsün, qayışla bağlananlar hansı idisə? NC bərabərdir. RC bölünsün nəyə? RA-ya. İndi A diski nə qədər dövr etmişdi? Baxırıq məsələnin şərtində 4 tam dövr. C diski bilmirəm, tapmalıyam. Bir digər tərəfdən mötərizədə A diskinin radiusuna baxın, bizə verib neçə? 2R. C diskinin radiusu nə qədərdir? 1R. Onda buradan tapdıq ki, elə C diski nə qədər dövr etmiş oldu? 8 dövr etmiş oldu. İndi uşaqlar, C diski bayaq qeyd elədim, 8 dövr edirsə, mərkəzdən keçən ox ətrafında fırlanan disklər dövrlərin sayı eynidir. B diski də 8 dövr etmiş olacaq. Yazdıq, bax, bunu qoyduq. Məndən istədiyi bir də əlavə olaraq nədir? B diski hansı istiqamətdə hərəkət edir? Baxırıq ki, A diski necə fırlanıb? Baxıram ki, saat əqrəbinin əksidir. Uşaqlar, biz demişdik ki, qarşıda ötürmədə çevrələr biri ilə əks istiqamətdə hərəkət edir. Əgər A diski saat əqrəbinin əksidirsə, B diski və C diski saat əqrəbi istiqamətində olacaq. Saat əqrəbi istiqamətində olan hansıdır gördüyünüz kimi 2-dir. Yəni B diski 8 dövr edəcək və 2 istiqamətində fırlanmış olacaq. İndi gəlin keçək baxaq 9-cu sualımıza. 9-cu sualda nə deyir bizə? Deyir ki, disklərin hərəkəti üçün hansı ifadələr doğrudur? A və C disklərinin xətti sürətləri bərabərdir. Bəli, qarşıda ötürmədə biz bilirik ki, sürət idi, yol idi, nə idi? Sabit. Təbii ki, A və C diskləri qayışla bağlandığı üçün onların sürətləri də bir-birinə bərabərdir. Doğrudur. A və B disklərinin xətti sürətləri bərabərdir. Xeyr, A və B diskləri qayışla bağlanmayıb. Ona görə bu ifadə doğru ola bilməz. B və C disklərinin dövr etmə tezlikləri bərabərdir. Uşaqlar, bəli, tamamilə doğrudur. B və C diskləri bir ox ətrafında fırlanan yaxud iç-içə çevrələrdir. Tezliklər də, periodlar da, dövrlərin sayı da, bucaq sürətləri də təbii ki, nə olacaq? Bərabər olacaq. Üçüncü düzdür. A və C disklərinin dövr etmə tezlikləri bərabərdir. Xeyr, A və C diskləri qayışla bağlanmışdır. Bir ox ətrafında fırlanan disk deyil. Qayışla bağlananda da tezlik dəyişir radiusdan tərs asılı olaraq. İndi daha sonra 5-ci şərtdə nə deyir bizə? B diskinin bucaq sürəti C diskinin bucaq sürətindən 2 dəfə böyükdür. Uşaqlar, B və C diskləri baxırıq ki, axı nə idi qeyd elədik? İç-içə çevrələr. İç-içə çevrələrdə bucaq sürəti dəyişirdimi, yoxsa sabit idimi? Təbii ki, uşaqlar, iç-içə çevrələrdə biz dedik, bucaq sürəti sabitdir. Onda burada nə böyüklükdən, nə kiçiklikdən danışa bilərik? Qətiyyən mümkün deyil, bərabər idi. 5-ci ifadədə nədir? Səhvdir. B diskinin kənar nöqtəsinin xətti sürəti C diskinin kənar nöqtəsinin xətti sürətindən 1,5 dəfə böyükdür. Bəli, bu doğru ifadədir. Biz bilirik ki, iç-içə çevrələrdə sürət idi, təcil idi, yol idi, dəyişirdi. Özü də necə? Radiusdan düz asılı olaraq. Təbii ki, B-nin radiusuna baxın, 1,5 R-dir. C-nin radiusu nədir? 1 R-dir. B-nin radiusu C-dən 1,5 dəfə böyükdürsə, sürət də radiusdan düz asılı olaraq dəyişirdirsə, B-nin sürəti C-dən nə olacaq? 1,5 dəfə böyük. Yəni, bizim burada doğru ifadələrimiz 1-dir, 3-dür, bir də 6-dır. Keçək baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizə? A və C disklərinin kənar nöqtələrinin mərkəzə qaçma təcillərinin nisbətini hesablayın. A və C diskinin bayaq 8-ci sualda da dedik, qayışla bağlanıb. Qayışla ötürmədə təcil dəyişirdimi? Bəli, dəyişirdi. Necə dəyişirdi? Radiusdan tərs asılı olaraq. İndi bizə A-nın C-yə nisbətini istəyir. Onda radiusdan tərs asılı olacaq nə? C bölünsün RA. Gətirib qiymətləri yerinə qoyaq. C diskinin radiusunu vermişdi nə? 1R. A diskinin radiusu nə qədər idi? 2R. Onda deməli, bu nisbət nəyə bərabər imiş? 2 də 1-ə, yaxud 0,5-ə. Bax, bu da bizim 10-cu sualımızın 9-da yox özdə. 10-cu sualımızın cavabıdır. 0,5 yaxud da 2 də 1. Ümumiyyətlə, Landau kvizlərinin bütün suallarına baxmış olduq. Əgər nə qaranlıq qalsa, suallarınızı şərhdə yaza bilərsiniz.